Hər vaxtınız xeyir olsun. Deməli, 9 mart buraxılış suallarına baxırıq, dil qaydalarına. Birazdan inşallah mətnlər də izah olunacaq. Ona görə abunə olun ki, inşallah mətnlərin izahına baxa bilərsiniz. Həmçinin də sizdən sonrakılara bir sizdən dəstək olmuş olsun. Zərfin mənası hansı növləri işlənib? Biz kəndə çatanda deməli güclə eşidilirdi. Necə eşidilir güclə? Düzdürmü? Burada lə nədir? Tərz hərəkət zərfidir, düzəltmədir. Bir qədər nədir? Mürəkkəb, cəmiyyət zərfidir. 1 C variantıdır. İkinci suala baxaq. Deməli, söz sırasının pozulduğu hansı nümunələrdə həm sadə, həm də mürəkkəb isim işləmiş? 3 sual var burada. Açıldı, bəli, xəbər əvvəldə gəlib deyə söz sırası pozulub. Bayraqlar, bayraq deməli, bayraqdır, borudur, sadə isimdir. Fələk, bu da sadə isimdir. Vurhavur isə ha ilə düzəlmiş, iki sözün birləşməsindən yaranmış mürəkkəb isimdir. Deməli, cavab C variantıdır burada. Üçüncü, 33-cü sual. Xalqımızın mərd oğullar bu mübarizəyə qoşuldular ki, baş cümlədə olur. Gələcək nəsillər azad və xoşbəxt yaşasınlar. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb, düzdür. Həm baş, həm də budaq cümlə fe'li xəbər yaşasın, bu da qoşuldular. Bəli, ikisi də fe'li xəbərdir. Baş və budaq cümlələr müəyyən şəxslidir. Xalqımızın mərd oğullar qoşuldular mübtədası var. Bir də nəsillər azad yaşasınlar. Burada da bəli, ikisi də müəyyən şəxslidir. Sxem doğrudur. Deməli, aslında nəsə gedib, bu da doğrudur. Həm baş, həm də budaq cümlədə sintaktik əlaqənin hər iki növündən istifadə olunub. Sintaktik əlaqənin hər iki növü o deməkdir ki, yəni tabesizlik, həm də tabellik. Baxın, azad və xoşbəxt yaşasınlar. Burada tabesizlik əlaqəsi var, həmcinslik var. Amma birincidə xalqımızın mərd oğulları mübarizə qoşuldu. Burada tabesizlik əlaqəsi yoxdur. Ona görə cavab nədir? E variantıdır. Bu biraz düşündürücü və samballı sual. Yəni çətin sual demək olar. Hansı cümlədə tamamlıq söz birləşməsi ilə ifadə olunmayıb? Meyvələrin hamısını dərmişik. Tamamlıq. Əcnəbi turistlər şəklin haran gəziblər, şəklin görməli yerlərini. Burada da haran tamamlığın sualdır. Adamların çoxunu tamamlıqdır. Hər şeyi, bax bu hər şey söz birləşməsi deyil. Öz fikrinin doğru olduğu, inanırdı nəyə? Fikrinin doğru, o öz fikrinin doğru olduğunu. Hamısında var D variantında hər şey söz birləşməsi deyil. Maraqlı, bu da qəşəng sual idi. Növbəti məsələ. 83 nədir başım? 35. Fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Qarşı tərəf buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır. Deməli, qarşı tərəf nədir burada? İsimdir. Deməli, leksik mənası var. Maşın saat 2-də şərqə tərəf yol aldı. Burada artıq tərəf nədir? Qoşmadır. İndi gəlin buna uyğunlaşdıraq. Sözə qoşularaq məna açarları yaradır. Hansı? 1 uyğun gəlir A. 2-yə yazaq. Maşın 2 sonra ifadə olunan fikrə münasibət bildirir. Heç biri fikrə münasibət bildirmir. B getdi. Leksik mənası var birincinin. Yenə təzədən deməli C-ni də yazırıq 1-ə. 1 AC. 2. Yalnız qrammatik mənası var. İkincinin D variantı cümlə üzvləri arasında əlaqə yaradır. Bəli, qoşma cümlə üzvləri arasında əlaqə yarada bilər. Buna da Y yazırıq. AC, DY. Deməli, AC bir dəqiqə varianta baxaq. Burada mən tələsdim. Deməli, 2AD-dir. 2AD-dir. Maşın nəysə də 2AD-dir. Maşın şərqə tərəfi qoşmadır. A uyğun gəlir. Birincisi məna açaları yaratmaq. D-də də nədir? Qrammatik mənası var. Bəli. Yalnız qrammatik mənası var. AD uyğun gəlir. 2AD. Ona da uyğun bir dənə variant var. 1-ə də uyğun gəlir C. Deməli, yeni filan götürə bilmirik. Qısası cavab burada olacaq B variantı. B variantı. 36-cı sual. Deməli, bu da nədir? Müqayisə lazım şəkli. Bax, təsdiqli işlənsə də inkarda işlənə bilir, inkarda da işlənir də deyil nə olur? Gələsin sözü arzudur, olmaz. Arzu şəkli, kaş anar gəl, kaş olsa da gəlsindir, bu olmaz. Əmr şəkildir. Gələ, kaş anar da gələk desə də olardı. Buna da baxmaq, tək kaşla olmaz. İsə kömək sözü ilə işlənə bilir. Gələ isə deyə bilmirsən. Nə yazıb işlənə bilmir, düz deyir. 4.
4-lə başlayacaqsan. Cümlənin feili xəbər olur. Bəli, gələsin deməli gələsidir, gələsidir. Bir də gələydi. İkisi də feili xəbər olur. Məhsul növdə işlənə bilir. Bəli, ikisi də məhsul növdə işlənir. Tanınasıdır, tanınaydı. Bəli, işlənə bilir. 4, 5, 6 olacaq doğru cavabımız. Frazeoloji birləşmə həmişə dediyimiz kimi düşür. Ehtiyat olmaq lazım. Gözü su içməmək. Frazeoloji birləşməsi hansı mənaya uyğun gəlir? Bəli, inanmır. Yəni onunla heç gözüm su içmir, yəni inanmıram deməkdir. Sonra bütün sözlərin yazışı səhvdir. Xalq. Bəli, burada deməli düşkündür, çığdır, kak deyil. Axırda y olacaq, ala yarımçıqda defisinə yazılır. Cavab B variantıdır. Deməli, mübtədanın əlavəsi işlənib. Mübtədanın əlavəsi işlənib. Hansıdır bu? Qrupun yeni rəhbəri gənc qız görüləcək işlərdən danışdı. Kim? Qrupun yeni rəhbəri kim? Qız. D variantını yazırıq 1-ə. Sonra tamamlığın əlavəsi işlənib. Azərin atasına, Amil dayıya, kimə? Tamamlıq. Düzdür. Yazdıq bura A. 2 gündən sonra Cavadı yeni mühəndisi kimi Cavadı dəvət etdilər, mühəndisi dəvət etdilər. B. Burada yazırıq B. A, B. Sonra 3 yer zərfliyi anar kəndə bu doğma obaya. Hara gələrdi kəndə, hara gələrdi obaya. Amma deməli C olmaz. Bizim evimiz mənzərəli bir yerdə idi, göl qırağında idi. Bu xəbərindir. Sadəcə bu idi burada bizi çaşdırmasın. C olmaz. Cavab 1-ə uyğun gəlir D. 1-ə uyğun gəlir D. 2-yə AB, 1-ə D. 2-yə AB, 3-ə də 3-ə nə yazdıq? Y yazdıq da yerizə. Bəli, anar kəndi Y. 3-ə də yazdıq Y-ni. Cavab burada da olacaq D, A, B, G. 39 D variantı. Sonuncu dil qaydası sualı. Uyğunluğu müəyyənləşdirin. İsim birləşmə işlənib. Harda işlənib? Qəfildən səs eşidilir. Burada heç bir birləşmə işləmir. Düşmənin çirkin niyyətini nəyi? 1-ə yazdıq B. Sonra təşkil edilmiş bu sərgidə. Bu da deməli isim birləşmədir. Burada yazdıq Y. 1 oldu nə? B, Y. Sonra gəlir 2 feili birləşmiş işlənmişdi. Cəmil gedərkən uşaqlar yuxulayırlar. Feili bağlama tərkibi. 2 də oldu nə? D variantı. Bəli. Cavab D-dir. Məncə gözümdən bir şey qaçmadı. Belə uşaqlar, hamınıza bir daha uğurlar arzulayıram. Sizdən sadəcə bir istəyimiz var. Kanalımıza abunə olub bizə dəstək olsa sizə təşəkkür eləmiş olaraq. Hələlik sağ olun.